Salam değerli kanal izləyicilərimiz. Sizə Masazırda Qurtuluş 93 yaşayış kompleksində, kompleksin tam mərkəzində, bütün infrastruktura yaxın, marşruta yaxın, ümumiyyətlə bütün ticarət mərkəzlərinə yaxın bir ərazidə 6 mərtəbəli binanın 6-cı mərtəbəsində sahəsi 65 kvadrat metr olan 2 otaqdan 3 otağa mükəmməl düzəldilmiş bir mənzili təqdim edəcəm. Mənzilin dəhliz hissəsindəyik. Mənzilin çöl qapısı bahalı seyf qapıdan əvəz olunub, dəyişdirilib. Girən kimi dəhlizdə qardirob yığılıb. Deməli, bu hissə mənzilimizin qonaq otağı, mətbəxi bir yerdədir. Bu bizim uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Bu böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Bu da bizim sanitar qonşağımız. İndi otaqları bir-bir sizə ayrı-ayrılıqda təqdim edəcəm. Daxil oluruq mənzilimizin qonaq otağına. Mətbəx studiyadır. Dəyərli izləyicilər, mətbəx studiya tiplidir. Birbaşa havalandırmaya qoşulub. Mətbəxin havalandırması birbaşa havalandırmaya qoşulub. Bura bizim mənzilimizin qonaq otağıdır. Əsas yolun kənarında yerləşir. Binanın qarşısında bina yoxdur. Parka baxır pəncərələri, məktəbi, bağçası, dayanacağı hamı yaxınlıqda yerləşir. Bura bizim qonaq otağımızdır. Mənzilin çıxarışı var. Mənzilin çıxarışı var dəyərli izləyicilər. Müştəriləri narahat edən məqamlardan əsas odur. Mənzilin çıxarışı var. Bura uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Mənzilin üzərində əlavə mansarda var. İstəyən kəs orada da əlavə bir otaq təmir edib düzəldə bilər. Əlavə üstə su kəni də qoyulub. Su daimidir, 24 saat fasiləsizdir. Sadəcə mənzil sahibi əlavə olaraq ehtiyat su kəni qoyub. Bu da mənzilimizin sanitar qonşağıdır. Keçid alırıq böyük yataq otağına. Bu da böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Dəyərli izləyicilər, bütün otaqlara pəncərə düşür, bütün otaqlara işıq düşür, gün işığı düşür. Böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Burada da divar içi qardirob yığılıb. Bayaq qeyd etdiyim kimi əlavə, gördüyünüz kimi bu hissədən keçid, əlavə üst qatda da bir otaq təmir edilib artırmaq olar. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz. Kanalımıza abunə olmağı da unutmayın.